Da gəlib heç kim əlini müğənninin sinəsinə soxmur. Amma məsələn buradan üzümü tuturam Kəmalə Günəşli. Kəmalə xanım, sənin sənətin var deyə mən sənə deyirəm. Sənətin olmasa demərəm. Həm də mən bunu müğənni kimi danışmıram dostlar. Mənim verilişimdir. Verilişimdə də sosial şəbəkədə olan gündəmi müzakirə edirik sizinlə. Natiq bəy, mən söz-söhbət deyil, bu verilişdir. Kəmalə xanım da ümumiyyətlə tənqidə açıq xanımdır. Müsbət xüsusiyyətləri ki, çoxdur Kəmalənin. Məsələn, yaxşı oxuya bilir, sənəti var. Amma bir balaca məsələn bu tipli gündəmə gəldiyi hərəkətlər insanlar onu başqa cür tanıyır. Mən neçə videoda qarşıma çıxır. Adlarını bilmədiyim sosial şəbəkədə kişilər kütləvi çağırış edirlər ki, bəs ay Vüsal bəy, niyə məclisinə bunu çağırırsan filan. O da açığı, mən baxıram ki, yəni, axı bu xanımın sənəti var. Sənəti olduğu üçün, sənəti olmasa deyərəm əşv edin. İndi siz mənə yazdınız ki, baxmısan mı videoya? Dünən mən toyda canlılaşanda, toy gedə-gedə danışa bilmirdim. Yox, user yazıb nə sənəti var ki, fonogram, yox. O birlərə baxanda Kəmalə Günəşli.